Ses yanım erirse görüz kafanı, ses yanım erirse görüz kafanı. Sen gel Qubadlıdan gəzən gelanı, sen gel Qubadlıdan gəzən gelanı. Başında qayvuran o səslər hanı, başında qayvuran o səslər hanı. Koroğlu nərəsi Zəngəzurdadır, İlk ana kəlməsi Zəngəzurdadır. Koroğlu nərəsi Zəngəzurdadır, ey yaray aman, aman aman, aman aydad verdad ey. Sədəf, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Sədəf Budaqova, əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Kürud kəndindənəm. Atam Kürud kəndindən, anam Gərd kəndindəndir. Oranı yəqin ki görməmisiniz. Bəs evdə valideynlərindən, nənə-babalarından hansı xatirələrlə böyümüsünüz? Fəxriyə xanım, belə deyim də, mən oraları görməmişəm. Amma o qədər gözəl xatirələrlə böyümüşəm ki, elə bil ki, mən orada yaşamışam. Xəyalınızda oranı necə təsəvvür edirsiniz? Qərbi Azərbaycan torpaqlarına ayaq basanda ilk edəcəyiniz şey nə olar? İlk işim selfie çəkdirmək olacaq. Niyə? Çünki biraz paxıllığım nəyə tutur? Məsələn, izləyicilərimə baxıram, dostlarımın storylərində falan baxıram, paylaşımlarına. Hər kəs öz yerini, yurdunu tağ eləyə bilir ki, məsələn, gəlmişəm bu bölgədəyəm, məsələn, buradayam, əslim oralıdır. Mən məsələn paylaşa bilmirəm.